Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Umdetül Fik kitabında, namaz kitabında imamet bölümündəyik. İmamlıq yani. Ve İbn-i Qudamə rahmetullah devam ederek deyir ki, eğer arkada namaz kılan təkdirsə də, imamın sağ tərəfində dayanır. Yəni bir imam var, bir dənə də namaz kılan var, imamdan başqa. Bu arkada tək durmur. Neynir? İmamın düz bölündə durur. Kişidirsə də, əgər bu kişidirsə də, imkan zəkəran. Necə ki İbn Abbas radiyallahu anhumədən gəlmişdi ki, demişdi ki, xalamın yanında bir gecə qaldım. Xalası kim idi? Meymunə. Meymunə Peyğəmbər sallallahu yoldaşı İbn Abbasın nə idi? Xalası idi. Bir gecə onun yanında qaldım. Gecələdim. Nəbi sallallahu aleyhi ve sellem gecə namazına durdu. Gecə durdu. Mən də gəldim onun sol tərəfində durdum. Təkcə durub Peyğəmbər sallallahu namazı, gecə namazı qılanda bu gəlir Peyğəmbər sallallahu sol tərəfində durur. Sufyandan gələn rivayətdə deyir ki, ola bilsin ki, yəssər əvəzinə şimal deyir. İkisi də bir mənanı daşıyır, yəni sol tərəfində durdu. Başqa bir ləfzdə belə gəlmişdi. Bir ləfzdə gəlmişdi ki, fəcəaləni an yeminihi. Məni deyir, sol tərəfindən fırladı sağ tərəfinə. Məni sağ tərəfinə qoydu. Hədis Buxari Müslimdədir. Əgər arkada duran kəs, belə deyək də, imama tabi olan kəs, imamın sol tərəfində və yaxud da qabağında durarsa da, hədisə görə onun namazı səhih deyil. Gəlibsən bir dəfə namaz qıl, sol tərəfində durub namaz qılsan və yaxud da imamın önündə durursan. İbn-i Qudamə rahmehullah demişdir. Ama imamın solunda dursa, imamın da sağ tərəfində bir nəfər olarsa da, onun namazı səhih sayılır. Yəni imamın sağı solunda adam var. Çünkü İbn Mes'ud salle beyne Alqamete vel Asvada. İbn Mes'ud Alqame ile Asvad'ın arasında namaz kılır. Yani ortada durur, biri gəlib sağında durur, biri solunda durur. Belə namaz kılırlar. O vaxt namaz qurtarır, deyir ki, Həkədə rəaytu Rasulullah sallallahu aleyhi ve sellem fəalə. Belə gördüm ki, Rasulullah sallallahu aleyhi ve sellem belə etdiyini gördüm, deyir. Belə etdiyini gördüm. Burada Abdurrahman ibn Əsvad, o da atasından demişti ki, Alqama icazə istəmişdi və Əsvad da alə Abdullah ibn Məsuda yəni. Və qad kunna atallal qu'uda alə babihi fəxarəcətil cəriyyətu fəstəzənət ləhumə fəəzinə ləhumə thumma qamə fəsallə beyni və beynəhum thumma qalə həkədə rəaytu Rasulullah fəalə. Onların arasında durur, biri sağında, biri solunda olur. İcazə alıb İbn Məsudun evinə girirlər də, cariyəsi olur, xidmətçisi olur. İcazə istəyir, onlara icazə verir və gecə namazını belə qılırlar. Biri sağda, biri solunda olur. Deyək, gördüm ki, Allah Rasulullah olsam belə namaz qılıbdır. Yaxşı. Və in ləm yəkun an yeminihi əhəd. Əgər imamın sağında heç kim yoxdursa da, solunda duran kəsin namazı fəsaddır. Solda namaz qılarsansa da. İstər tək olsun və yaxud da cəmaatdan olsun. Və elm əhlinin çoxu imama tabi olan kəsin tək olduqda imamın sağında durmağı rəyindədirlər. Əgər solunda durarsa da sünniyə müxalif olmuş olar. Məlik və Şəfi'i, İmam Məlik və İmam Şəfi'i və Ray əshabları, onlar deyirlər ki, imamın solunda durarsa da namazı səhihdir. Namaz səhihdir.
İbn Abbas o vaxt ki Peyğəmbər Allahın Resulü sallallahu əleyhi və səlləmin solundan başlayır, Allahu Ekber deyib namaza girir. Peyğəmbər sallallahu əleyhi və səlləm onu fırlayır sağ tərəfinə. Yəni arxa tərəfdən fırlayır onu sağ tərəfinə. Və onun namazının birinci təkbiratul ehram ki namaza girib, yəni onun batil olmadığı bildirir bu. Çünki əgər sən namaza vaxtından tez təkbir gətirib girsən, dəstəmazsız girsən, imamdan qabaq təkbir gətirib girsən, bilsən ki, bunları eləsən, imamdan öncə və yaxud da namazın vaxtından tez, bu sənin təkbirat, namazın səhih deyil başdan ayağa. Amma bu solda təkbir gətirib namaza girdiyi üçün Peyğəmbər sallallahu onu fırlayır sağ tərəfinə və onun əvvəlki təkbiri düz olduğu üçün namazı təzədən qaytarmağı və yaxud da ki onu bildirmədi ki, sən namazın fəsaddır. Hə. Əgər onun yeri olmasaydı tamamilə, yəni həmin o şeyi etməzdir. Yəni ona icazə verməzdir ki, o əməli etsin. Mesela imamın qabağında durup namaz kılmak. İmam namaz kılırsan da gəlib arxasında yox, qabağında durup namaz kılsan. Sağında yox, qabağında durup namaz kılırsan. Onun yeri değil. Yeri olmadığı için, yeri sağ tərəf olduğu için kim bunu edərsə də bu namazı səhih olmaz. İmamın önündə namaz kılmaq olmaz. Demək imama tabi olan kəs tək olarsa da o imamın sağ tərəfində durmalıdır. Sol tərəfində o vaxt durur ki, əgər imamın sağında da kimsə varsa dura bilir. Əl-Muğnidə İbn Qudamə bu barədə danışır. Davam edərək deyir ki, İbn Qudamə insan tək arxada namaz qılarsa da namazı səhih olmaz. Arxada tək namaz qılarsa da. Vasibə İbn Ma'bəddən gelen hadiste enne Resulullah sallallahu aleyhi ve sellem raculen Peygamber sallallahu aleyhi ve sellem bir kişini sırada tek arka sırada tek namaz kıldığını görür ve ona emredir ki namazını qaytarsın. Ona emredir ki demek cemaat şeklinde de sıra düzülür. 1, 2, 3 sıra fərq eləmir. Bir sıra fərq eləmir. Sıralar var. Bu da həmin sıraya heç birine qoşulmur. Təhsil arkada qalır. O kəsə namazını qaytarmağına əməl edir. Hadis Abu Davud'da Tirmiz'de öyrənməkdədir, səhih olaraq. Ali ibn Şeybəndən gələn hədisdə demişdi ki, "Xarajna hatta qadimna alan-nabiy sallallahu əleyhi və səlləm fəbəyənahu." Deyir, çıxdıq Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəldik, ona beyət elədik deyir. "Və sallayna xalfahu." Onun arxasında namaz qıldıq. "Thumma sallayna wara'ahu salatan ukhra." Sonra arxasında başqa namaz qıldıq. "Faqada as-salah." Namazı kurtarır Peygamber sallallahu aleyhi ve sellem. Fara raculen fardan yusalli halfas saf. Görür ki bir kişi təhcid sıranın arkasında təhcid namaz kılar. Ona der ki قال فوقف عليه النبي صلى الله عليه وسلم حين انصرف قال Peygamber sallallahu aleyhi ve sellem ona taraf durur der ki namazından çıktıktan sonra İstakbil salatek la salate lillazi halfas saf. Yani namazın təzdən qılcınan arkada tək namaz kılan namazı yoktur. İnsan bilərəkdən təkdə sıradan namaz qılası olsa sıradan kənar onun namazı da deyir səhih deyil. Cumhur alimlər demişdilər ki onun namazı səhihdir gələn hədisə dəlil olaraq. Ənəs ibn Məlikdən radiyallahu anhudan gələn hədisdə o da nənəsi Muleykədən Ənəsin nənəsi Muleykədən rivayət olaraq Allahın Resulü sallallahu aleyhi ve sellem həmin Muleykə dəvət edir yeməyə. Yemək hazırlayır. Peyğəmbər sallallahu əleyhi və səlləm dəvət edir ki, yemək gəlsin. Peyğəmbər sallallahu əleyhi və səlləm ondan yeyir, sonra deyir ki onlara, ev əhlinə deyir ki: "Qumu li usalli lakum." Durun sizə namaz qıldırım. Qala Ənəs deyir ki: "Faqumtu ila hasirin lana." Yerdə həsir olur. Bizim həsirimiz vardı, onun üstündə durdum. O həsir deyir uzun müddət yerdə qaldığı üçün deyir, qaralmışdı deyir. Su ilə onu təmizlədim.
Fəqamə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm durur və mən də və safaftu vəl yetimə vərəəhu. Və safaftu, yəni mən sıranı düzəltdim, yetim də onun arxasındaydı, bir yetim var. Acuz qadın da nənəsi, yaşlı qadın, nənəsinin nənəsi bizim arxamızdaydı. Fəsallə lənə Rasulullah sallallahu aleyhi ve sellem rəkatin thummen sərfə. Bizə 2 rükət evdə namaz qıldırdı, sonra çıxdı getdi. Yəni burada bu hədisi dəlil qılır. Bu hədisi ona görə dəlil gətirirlər ki, arxada tək namaz qılanın namazın səhihliyi barəsində. Əbi Bəkrədən gələn hədisdə Ənəhu intəhə ilə Nəbi sallallahu aleyhi ve sellem və huvə rakiyan fəraka'a qablə ən yasılə ilə saf. Demək, Əbu Bəkrə meclisə girir, görür ki, Peyğəmbər sallallahu aleyhi ve sellem rukudadır. Fikirləşir ki, ona çatana kimi təkbir gətirir, namaza girib bir də təkbir gətirir, ruku edir. Sonra rukuda yeriyə gəlib sıraya qoşulur. Təkcək var. Bismillah, 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 bismillah. Demək, Əbu Bəkrə gəlir, təkbir gətirir, məsciddə sıradan arxada olur. Təkbir gətirir, sonra təkbir gətirir, rukuya gedir. Ruku yeriyə rukuda olan məlik gəlir sıraya qoşulur. Qoşulanda bu Peyğəmbər sallallahu aleyhi ve sellemə bu şeyi deyirlər. Yəni bu hadisəni danışırlar. Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir ki, Allah sallallahu sənin hərisini artırsın, yəni hərisliyini artırsın. Yəni sən bunu edirsən də, yəni artırsın. Və lə təğud, bir deyilən məkinə. Yəni onun namazın batil olduğunu demədi. Arxada təkcə, sonrası gəlib qoşulma. Yəni bu hədis nəyə dəlildir? Və necə ki, İmam Şafi və Məlik deyir ki, insan arxada tək namaz qılsa, namazı batil deyil. Başqa, demək, məsələdə ixtilaf vardır. Yəni, indi ixtilaflar da qoca Şeyx Talat Hafizəullah indi zikr eləsə, oxuyaraq. İmam Şafi Rəhməlullah deyir ki, arxada, imamın arxasında tək namaz qılanın namazı sayılır. Çünki həmin acuz qadın, o yaşlı qadın, Müleykə, nə eləmişdi? Ənəsin arxasında tək olaraq namaz qılmışdır. O axırı məhu, bir nəfər də var idi, o yetim olan. Və huma xalfin Nəbi sallallahu aleyhi ve sellem, ikisi də Peyğəmbər sallallahu arxasında olurlar. Və Nəbi sallallahu aleyhi ve sellem əmaməhuma, onların önündə olubdur. Qalə Əbu Muhammed Əs-Səybi ibn Yazid, Rəaytun Nəbiyyə sallallahu aleyhi ve sellem kəənnəhu vaqifun alə mavdi'in murtafi'in. Deyib Peyğəmbər sallallahu gördüm, sanki bir hündür bir yerdə dayanıbdır. Fəvaqaftu xalfəhu. Peyğəmbər sallallahu ayaqsa namaz qıldığı halda mən də onun arxasında dayandım. Fəvaqaftu xalfəhu liusalliyə mə'hu, onunla namaz qılmaq üçün onun arxasında durdum. Fəəxadəni biyədihi fəəvqafəni an yeminihi. Əlinlə məni götürür belə arxadan, sağına çəkir. Peyğəmbər sallallahu aleyhi ve sellem əlini uzadır arxaya belə. O nə edir? Çəkir bunu öz sağ tərəfinə. Və belə etdikdə gördüm ki, iki çiyinin arasında, arxadan yaxınlaşır, gördüm ki, çiyinin arasında xal var. Peyğəmbər sallallahu aleyhi ve sellem iki çiyinin arasında xal olduğunu görmüşdür. Və qalə Nəvavi rəhməhullah. Nəvavi rəhməhullah deyir ki, arxa sırada tək namaz qılanın namazı səhihdir, amma bəyənilməməklə yanaşı. Yəni, bizə görə səhihdir, amma bəyənilmir. Biz deyirik ki, bəyənilmir, amma səhihdir namaz deyir. Və həkəhi İbnül Munzir anil Hasan el-Basri, İbnül Munzir Hasan el-Basri'dən hekayət eləmişdi ki, o Məlikdən də, və Avza'idən də, və Ray əshablarından da, və həkəhu əshabuna eydan. İmam Nəvavi rəhməhullah əshablarımız dedikdə, yəni Şafi məzhəbində olubdur, Şafizilərdən danışır. Bizim əshablarımız da deyir həmsinin Zeyd ibn Səbitdən, Əs-Sahabi və Səvri və İbn-i Mübarək və Davud. والمشهور عن أحمد وإسحاق أن المنفرد خلف الصف يصح
ihramuhu fe in dakhala fi's saffi qabla ruku'i sahhat qudvatuhu ve illa batalat salatuhu. Demek İmam Əhmədə görə, İshaka görə sıranın arkasında tek namaz kılan kəsin ihramı, yani tekbirat-ül ihramdan söhbət gedir. Yani səhihdir, sıraya rukudan önce elə daxil olubsa da eğer sonra gəlib sıraya qoşulmursa da namazı batildir. Eşitdin nətər? Yəni arkada təkbir gətirdi, insan təkbir gətirib sonra addımlaya bilər qabağa. Bu ihramı səhihdir. Elə deyirsən eləməklə belə, amma eləsə namazı ihramı təkbirat-ül ihramı nə deyir? Səhihdir. Yox, yəni təkcə dalda qalsa deyir namazı batil olar. Və hamelul hadiseyni el-varideyni, bu iki varid olan hədisi hara aparıblar? Bil i'adəti alə istihbab. Cəm'an beynəl ədilləti, dəlilləri cəm edərək bu iki hədisi gətiriblər ki, qaytarmağın müstəhəb olması, tək qıldınsa müstəhəb şiddətlə qaytarıb qılasan. Və qavluhu sallallahu aleyhi ve sellem la salate lilləzi xalfəs saf, safın sıranın arxasında tək namaz qılan namazı yoxdur, yəni kamil namazı yoxdur. Necə ki, yemək gəldikdə namaz yoxdur, söhbət burada məğrib namazından söhbət gedir. Əsaslı iftar vaxtı yemək gələndə insan namaz da gəlib, yemək də gəlib, namaz da girib. Deyirsən, yiyi sonra qal. Bu hədisə görə. Yemək gəldikdə namaz yoxdur. Və yədullu alə sıhhati tə'vili ənəhu sallallahu aleyhi ve sellem intazarahu həttə fərəqa. Yəni fərəqa və yaxud da. Peyğəmbər sallallahu aleyhi ve sellem bu dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gözləyir ki, hətta bu neyləsin? Qutarsın. Yəni bu alə-sihhati təfsirin səhihliğinə dəlildir bu. Yozumun səhihliğinə dəlildir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gözləmişdi. Və ləv kənət batilə, əgər batil olsaydı, ləmə əqarrəhu alə istimrari fiyhə. Və hədə vadah. Yəni batil olsaydı iqrar eləməzdi onun üzərində davamiyyətli olmağı. Bu açıq aydın olan budur. İmam Nəvvi Rəhməllah Əl-Məcmuada bunu deyir. Yəni insan arkada namaz qalarsa da kamil namazı yoxdur. İnsan yemək yeyərsə də Peyğəmbər sallallahu əleyhi və səlləm yemək yeyənləri də gözləyir. Yemək gəldikdə namaz yoxdur, gözləyir onları. Yəni yaxşı biri yemədən qılırsa da namazı yoxdurmu? Yəni kamil yoxdur. Çünki insan namazında acdısa da fikri qalır o yeməyin yanında. İyisi bir tərəfdən vurur, nə bilim bir mənzərəsi bir tərəfdən. Fikri qalır orada. Nəsə yeyəndə aclığın biraz qarşısını ala bilir də, belə deyək. Yaxşı. Bu məsələdə orta racih olan söz odur ki, necə ki, Şeyx İslam İbn Teymiyyə Rəhməhullah bunu açıqlama verib bildirmişdi ki, فَاِنَّ صَلَاةَ الْجَمَاعَةِ سُمِّيَتْ cəmaətən, cemaat namazı ona göre adlandırılıbdır ki, namaz kılanlar bu fiili məkan və zaman baxımından bir yerdə edirlər, cəmodu edirlər. Əgər məkan və yaxud da zaman baxımından bu toplumdan insan çıxarsa da biri qabağa gedir, bəzisi qabağa gedir və yaxud bəzi imamdan arxasında olurlar. Bəzi imamdan qabaq, bəzi arxada olur. Yəni bu pozulur da, bu nizam-intizam pozulur. Bu halda üzür olmadan nədir? Bu nizam-intizam pozulmuş olur. Kənədəlikə mənhiyyən anhu. İmamların ittifaqına görə bu qadağa olunmuşdur. Ki insan cemaat namazı həmin vaxtda, həmin zamanda, həmin məkanda edəndə uyğun olan formada eləməlidir. Mən aralaşım gedim, biri imamdan qabaqda durur, biri arxada durur. Tək olaraq da bu belə olmamalıdır. Qoyulan qayda ilə, üzdürsüz yerə belə olmamalıdır, belə deyək. Qoyulan qayda ilə getməlidir. Əks halda qadağa olunan da budur. Və kəzəlikə, ləv kənu mütəfərriqinə qeyrə muntazimin. Həmçinin də ayrılıblar, nizamlı şəkildə deyirlər. Misli ən yəkuna hədə xalfə həzə və hədə xalfə həzə. Bu bunun arxasındadır, bu bunun arxasındadır. Sıralar da qatıqlar hamısı birinə. Kən hədə min a'zamil umuril münkərə. Bu münkər olunan işlərin ən əzəmətsindəndir. Münkər olunan şeylərdəndir.
Bel kad umiru bil istitaf bel emarahum Nebi sallallahu aleyhi ve sellem bit takvimis sufuf ve ta'diliha ve terassis sufuf. Əksine Peygamber sallallahu aleyhi ve sellem onlar əmr olmuşlar ki, sıraları möhkəm düzəltsinlər. Peygamber sallallahu aleyhi ve sellem əmr eləmişdi ki, öz sıralarını güclü ve düzgün olarak düzəltsinlər. Yəni bir-birlərinə sıx olaraq, boşluqları bağlayarak. Birinci səhv, ikinci səhv, üçüncü səhv bu formada hamı bir-birinin boşluğunu bağlamalıdır. Kullu zalika mubalaghatun fi tahqiq ictima'ihim ala ahsan vechin bihasanil imkan. Bihasabil imkan. İmkan daxilində ən gözəl şəkildə cəm olmaqlarını yerinə yetirməkdə olan mübəlağadır. Yəni şiddətli formadakı cəm olubsuz və birliyiniz belə olmalıdır sizin. Subhanallah. وهذا مما يعلم كل أحد علما عاما أن هذه ليست صلاة المسلمين. Yani umumen her bir kez bilir ki ayrılıkta oldukta, tek oldukta bu Müslümanların namazı değil. وَلَوْ كَانَ هَذَا مِمَّا يَجُوزُ لَفَعَلَهُ الْمُسْلِمِينَ. Eğer bu caiz olsaydı Müslümanlar bunu ederdiler bir defa da olsa. Ayrı yani. Veyahut sıradan arkada tekçe. Bel ve kezerke izâ ce'alus saffa gayre muntazim. Misle en yeteqaddeme hâzâ ala hâzâ ve yeteakhara hâzâ an hâzâ. Ve hemçinin bir sıranı nizamsız, intizamsız düzeltmek. Biri birinden arkada şahmat şeklinde dururlar. Şaşkı, şahmat bunu okşar. Yani şekilde olmaz yani. Bu formada durmak. لكان ذلك شيئا قد علم النهي النبي صلى الله عليه وسلم عنه والنهي يقتضي التحريم. Peygamber sallallahu burada qadağası bu bilinibdir. Bu qadağa haram qadağadır. Bel izâ sallav quddamel imam, kim ki imamın önünde namaz kılarsa da kana ahsana min misli haza. Kana ahsana min misli haza. Yani aksine imamın önünde namaz kılmak, yani bu da o keçenlerin mislinde, onun mislindedir. Yani ayrı kılanların mislindedir. Ya qabaqda durdun, ya arkada şahmat kimi durdun, eynidir. Hətta o vaxt korona vaxtı alimlər fətva verəndə ki, elə namaz qılmaq batildir. Bəziləri bizdə fətva vermişdilər. Şahmat şəklində durub namaz qılmağa. Yəni sıra yox, bir şey yox. Hamı tək-tək, əuzbillah. Fəzəkəl cumhuru la yusahhihun as-salata quddama al-imam. Cumhur alimlər imamın önündə qılınan namazın səhihliğini səhih olmadığını deyirlər. Ya mütləq olaraqdır, ya da ki və immə li qeyri uzr, yəni üzürsüz olaraqdır. Fəkeyfə tasihhu as-salatu bidun istifaf. Yəni əgər bu imamın önündə namaz qılmaq qadağadırsa da, bu səhih deyilsə də, təbii ki üzür istisnada nəsə üzür ola bilər hardasa, amma əslildən söhbət gedir. O da qalsın ki arkada sıranı düzəltməmək. Şahmat şəklində durmaq, hər bir tərəfdə durmaq. Bir də görsən o rafqalar elə qılırlar. Onlarda da eləncə duruş. Redki olur ki, bəzi yüngül sıra cəhəllər önündə belə. Onlar da tək-təkdə bilsin namaz yəni. Fəqiyasul usuli yaqtadi vücubel istifaf. Demək, əslə qiyas edərək odur ki, səhvin kurulması vacibdir. Və inne salatul munfarid la tasih. Tek arkada namaz kılan namazı sahih değil. وَالَّذِينَ عَارَضُوهُ احْتَجُّوا بِصِحَّةِ صَلَاةِ الْمَرْأَةِ مُنْفَرِدَةً. Kimlər ki deyib ki, yox, səhih sayılır, arkada namaz kılınan qadının misalını çəkiblər ki, qadın arkada tək qılıbdır namazı. Bunu hüccət olaraq gətiriblər. Alimlər ittifaq eləmişdilər ki, وَقَدْ اتَّفَقَ الْعُلَمَاءُ عَلَى الصِّحَّةِ وُقُوفِهَا مُنْفَرِدَةً إِذَا لَمْ يَكُنْ فِي الْجَمَاعَةِ اِمْرَأَةٌ غَيْرَهَا كَمَا جَاءَتْ بِهِ سُنَّةٌ. Yəni həmin qadından başqa heç kim yoxdur. Təkcədir. Alimlər ittifaq ediblər ki, heç kim yoxdursa təkcə namaz durub qıla bilər. İmamın arkasında tək olaraq qıla bilər. Və həttəcü eydən bi vuqufil imamı munfaridən, həmçinin də imamı tək qılmağını belə dəlil gətirmişdilər. Həmçinin Əbu Bəkrədən gələn hədisi dəlil olaraq gətirmişdilər. Sıradan kənarda ruku edir. Bu hüccət də zəif hüccətdir. Qadağanın hüccətini
qarşı dura bilmir. Peyğəmbər qadağan edibdi, o hüccətə, o dəlillə qarşı dura bilmir bu. Bir neçə tərəfdən. Birincisi odur ki, bir qadının kişilərin sırasında arxada dayanması bu əmr olunmuş bir sünnədir. Əgər kişilərin sırasında dayanası olsaydı, bu bəyənilməyən bir şey olardı. Bir qadın sırada arxada tək dayanır. Çünki orada başqaları yoxdur ki, onunla o sıranı düzəltsinlər. Başqa qadınlar yoxdur. O da qadından, kişilərlə də bir yerdə dura bilməz. وَلِهَذَا لَوْ كَانَ مَعَهَا فِي الصَّلَاةِ اِمْرَأَةٌ لَكَانَ مِنْ حَقِّيَا أَنْ تَقُمْ مَعَهَا. Yəni, arxada başqa bir qadın olarsa da onunla yanaşı durur. وَكَانَ حُكْمُ حُكْمُ الرَّجُلِ. Bu halda onun hökmü də arxada kişilərin sırasında tək qılınan hökmə daxil olar. Misal üçün, bir qadındır, iki qadın var, məsciddədir, imamın arxasında namaz qılasıdır. Bu qadınlar ayrı-ayrı dururlar, təkcə dururlar, sıra düzəltmirlər. Əgər iki qadın vardırsa, bunun da hökmü kişi hökmündədir. Bir kişi ki, arxada təkcə namaz qılır, həmin hökmə daxil olur. Səhih budur ki, namazı səhih deyil, yəni. وَنَذِيرُ ذَلِكَ أَلَّا يَجِدَ الرَّجُلُ مَوْقِفًا إِلَّا خَلْفَ الصَّفِّ. Yəni, misal olaraq, bir kişi sırada yer tapır, yalnız sırada arxada yer tapır. Bir dənə oradadır. فَهَذَا فِيهِ نِزَاعٌ بَيْنَ الْمُبْطِلِينَ لِلصَّلَاةِ الْمُنْفَرِدِ. İxtilaf burada başlayır. Kimlər ki, deyib ki, namazı batildir, bunlarla namaz batil olmayan deyənlərin arasında ixtilaf burada başlayır ki, kimlər ki, deyir ki, namazı batildir, arxada namaz qılanın kəsin, amma yer tapmasa necə eləməlidir? Zahir olan odur ki, onun namazı həmin yerdə səhihdir. Çünki namazın vacibətlərinin hamısı acizliklə düşə bilir. Sən qardaş, gücün satan deyirsən, yer yoxdur, nə arayacaqsın? Sıra yer yoxdur, cəmaat aralıp girəsin deyirsən kislərlə. Onu da durub arxada namaz qılsan. Bəziləri deyir ki, qılmırsan, gözləyirsən, qutarandan sonra kimsə yeyişibsə də və ya kimsə gəlsə ondan qalacaqsın. Və yaxud da ehtimal edirsən ki, kimsə gələ bilər, başlayırsan namaza elə ki, kimsə gəlməyini ehtimal edirsən. Yəni, sən gücündən, namazın vacibləri nə vaxt düşür? Acizlik olduqda, eyləyə bilmədikdə vaciblər düşür. Yaxşı. وَتَرَدَ هَذَا صِحَّةِ صَلَاةِ الْمُتَقَدِّمِ عَلَى الْإِمَامِ لِلْحَاجَةِ كَقَوْلُ طَائِفَةٍ وَهُوَ قَوْلٌ فِي مَذْهَبِ Əhməd. İmam Əhmədin məzhəbində bir tayfa alimlərin sözüdür ki, əgər imamın önündə ehtiyac olarsa da kimsə namaz qılarsa, onun namazının səhih olması. Ola bilər, elə bir məqam yarana bilər ki, imam var, sən də düşübsən ondan önə, keçə bilmirsən arxaya. İmin o qabağında olmasın da, amma sıranın qabağındasın da. Bu halda nədir? O kəsin namazı səhihdir. وَإِذَا كَانَ الْقِيَامُ وَالْقِرَاءَةُ وَإِتْمَامُ الرُّكُوعِ وَالسُّجُودُ وَالطَّهَارَةِ بِالْمَاءِ غَيْرِ ذَلِكَ يَسْقُطُ بِالْعَجْزِ فَكَذَلِكَ اِسْتِفَافُ وَتَرْكُ التَّقَدُّمِ. Necə ki deyir, ayaq üstə durmaq, namaz qılında ayaq üstə durmalısan. Duramazsan isə oturursan. Həmçinin oxumaq. Nə bacarsansa onu oxumalısan. Rukunu tam yerinə yetirmək, səcdən tam yerinə yetirmək. İnsan var ki, tam əylə bilmir, belində problem var. Məsəl üçün, elə yerdə qılır ki, oradan tərəfə gedə bilmir. Hər şey gələ bilər də insanın başına. Və yaxud da ki, su ilə təmizlənmək, su tapırsan, təyammüm edəcəksən. Və yaxud da su var, acizsən sudan istifadə etməyə. Bundan başqa şeylərlə, hansı ki, o acizliklə bu şeylər düşür. Həmçinin də sıranı düzəltmək də onun kimidir. Sıranı düzəltmək onun kimidir. وَتَرَدَ هَذَا بَقِيَّةَ مَسَائِلِ الصُّفُوفِ كَمَسْأَلَةِ مَنْ صَلَّى وَلَمْ يَرَ الْإِمَامِ. Həmçinin bura hansı məsələ daxildir? O sıra məsələləri ki, yerdə qalan sıralar ki, arxada namaz qılır, imamı görmürlər. Və imamın arxasında olanları da görmürlər. Amma eşidirlər, təkbirini eşidirlər. Və qeyri zəlikə bundan başqa olan misallar çəkmək olar. Amma imam isə فَاِنَّمَا قُدِّمَ لِيَرَاهُ الْمَأْمُمُونَ. İmam niyə qabağa qoyulur ki, məmumlar, arxada duranlar onu görsünlər, onu iqtidə eləsinlər də, onun hərəkətlərinə tabi olsunlar. Bu da arxada olan üçün gizlidirsə, görə bilmirsə də, o bəziləri üçün lab arxada olanda onu görə bilmirlər.
Belə olduqda nədir? Belə olduqda həmin kəs namazı səhihdir. Və əmmə hadisu Əbu Bəkrətə, amma Əbu Bəkrənin hədisinə gəldikdə isə burada sıranın arxasında tək namaz qılana dəlil yoxdur. Çünki sən onu dəlil gətirə bilmərsən. Çünki o قبل رفع الإمام رأسه من الركوع فقد أدرك من الاصطفاف المأمور به ما يكون مدركا للركعة فهو بمنزلة أن يقف وحده ثم يجيء آخر فيصف في القيام. Əbu Bəkrənin misalı o arkada namaz qılır, Peyğəmbər sallallahu ruku eləməmişdən öncə çatır da, rukudan öncə çatır, rukudan qalxmamışdan öncə çatır. Gəlir sıraya qoşulur. Onun misalı nə misalına oxşur? Sən arxada namaz qılarkən tək, başqa bir insan gəlib sənə qoşulur. Sən tək başlayırsan, sonra gəlib sənə başqası qoşulur. Amma burada Əbu Bəkr özü gəlib qoşulmuşdu yeriyərək rukuda. Yəni bu da dəlil deyil ki, arxada namaz tək qılan namaz səhihdir. Yəni bu da dəlil deyil. Dəlil gətirənlər burada rədd verir, yəni. فإن هذا جائز باتفاق الأئمة وحديث أبي بكرة فيه النهي بقوله لا تعود. Əbu Bəkrənin də hədisində Peyğəmbər sallallahu ona deyir ki, belə eləmək eləməlidir. Yəni hətta o əməl eləməyi Peyğəmbər sallallahu qadağan edir. وليس فيه أنه أمر بإعادة الركعة كما في حديث الفذ فإنه أمره بإعادة الصلاة وهذا مبين مفسر. Yəni burada Peyğəmbər sallallahu onun rükəti qaytarmağı onu əmr eləmədi. Necə ki, arxada tək qılan namaza dedi ki, namaz qılana dedi ki, git namazı qaytar gələn. Yəni bu açıq aydındır. Yəni orada bildirir. Və zəlikə mucmalun hatta law qaddara annahu sarraha fi hadis Əbi Bəkrətə bi annahu dakhala fi saffin ba'da i'tidal an-nabi al-imam kama yecuz zəlikə fi ahad al-qawlayn fi mazhab Ahmad və qeyrihi. لكان سائغا في مثل هذا دون ما أمر فيه بالإعادة فهذا له وجه وهذا له وجه. الفتاوى الكبرى da İbn Teymiyyə rahmetullah yani bu barədə danışanda bildirir ki əgər Əbu Bəkrənin etdiyi əməl dəlil olsaydı arxada tək namaz qılanın səhihliyinə, onda insan bu əməli etdikdə onun kimi eləməlidir. Arxada tək başlayıb gəlib sıraya qoşulmalıydı. Arxada tək başlasa, gəlib qoşulmalıydı sıraya. Düzdür. İki qövüldən biridir, məzhəb, İmam Əhmədin məzhəbi, başqasının məzhəbinə görə nədir? Bir məzhəbə görə insan namazını qaytarır, bir məzhəbə görə isə namazını qaytarmır. İbn-i Seymur Rahmanullah demişti ki, sıranın arkasında tek namaz kılmak caiz değil, səhih də deyil. Ən racih olan qovul budur, İbn-i Seymur deyir. İmam Əhmədin məzhəbinə görə məşhur olan odur ki, ondan başqa bir rivayət də vardır ki, nədir, səhih deyil. O məzhəbül əimmətü sələsə, üç məzhəb alimi də, Məliki də, Əbu Hanifə də və Şəfiə də bunu demişlər ki, bu səhih deyil. Arxada tək namaz qılarsansa. Lakin racih odur ki, daha doğrusu üç məzhəb alimi deyir ki, bu səhihdir. İmam Əhmədin də bir rivayəti var bu barədə ki, tək qılsa səhihdir. Lakin racih olan odur ki, arxada tək namaz qılan namaz səhih deyil. Yalnız sırada yer tapmazsa da və yaxud da üzrü olarsa sırada durmağa tam olaraq dura bilmir də. Bu halda təkcənə arxada imama tabi olaraq namaz qıla bilər, çünki o üzürlüdür. Yəni acizlik vaxtı nə olur? İnsanın vacib üzərindən vacib düşür. Necə ki, elm əhli bunu demiştir. Gələn səfər davam edərək burada inşallah. Sonra danışır o hissi üzrdən danışır. Yəni nə vaxtı vacib olur sıranı düzəltmək. Yəni gələn səfər davam edərək inşallah.